Salam, hər vaxtınız xeyir. Bu videoda sizlə funksiya mövzusundan qəbula düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda m-5 nöqtəsindən keçən funksiyasının qiymətlər çoxluğunu tapın. Getdik. Nə edərəm? Birinci -5 nöqtəsindən keçdiyinə görə bu nöqtənin yerinə qoyaram. M-i taparam bunu. Yəni y bərabərdir. X kvadratının ifadəni qoy yazım bir dəfə. X kvadratı üstəgəl mx üstəgəl 10. X-in yerinə -3, y-in yerinə 5. -3-ün kvadratı üstəgəl m vur -3 üstəgəl 10 kökün altında bərabərdir 5-ə. -3-ün kvadratı 9, çıx 3m plus 10. Burada 5-i kvadratı yüksəldirəm ki, bu kökdən canımız qutarsın. Bərabərdir 25-ə. Buradan da yazıram -3m bərabərdir 25 çıx. 10-dan 9, 19. -3m bərabərdir 6-ya, m də bərabərdir -2. M-i tapdıq -2, aparıb yerinə qoyaq. Y bərabərdir kök altında x kvadratı çıx 2x plus 10. Funksiyasının qiymətlər çoxluğu. Funksiyanın qiymətlər çoxluğunun bir neçə yol var. Bir yol belə olardı ki, yazarıq. Mötərizə kvadrat düsturu yaratmaqla çıx 2x, 2-nin yarısı plus 1-in kvadratı minus 1. Bir də bizim orada qalan 10-umuz var. Bu isə bizə düstur verəcək. X çıx 1-in kvadratı. Deməli, x çıx 1-in kvadratı -1 ilə müsbət 19 verəcək. Plus 9 kök altında. Bizdə də kvadratın yerinə həmişə ən kiçik qiymət olaraq nə yazırıq? 0. 0 üstəgəl 9 kökdə 9. Kökdə 9-dan da nə çıxar? 3. 3-dən də əmsal müsbətdir deyə, 3-dən də üzü müsbət sonsuzluğa. 3 müsbət sonsuzluq. Deməli, kvadrat mötərizə ilə. Ya da nə edərdim? Bizim bu m düsturu ilə -b böl 2a ilə nəyi tapardıq? Ortadakı nəticəsi 2 böl 2 vur 1. 1. Deməli, x-in 1 qiymətində ifadə ən kiçik qiymətini alardı. Aparıb ya da x-in yerinə 1 qiymətini qoyardıq. 1-in kvadratı çıx 2 vur 1 plus 10. Bu da yenə kökdə 9 eləyərdi. Buradan da 3 çıxardı. Cavab yenə 3-dən müsbət sonsuzluğa və yaxud da diskriminant düsturu 4a çıx b kvadratı böl 4a ilə də yazmaq olardı. Keçək ikinci suala. Funksiyasının təyin oblasından götürülmüş x-lər üçün ifadəsinin qiymətini tapın. Funksiyanın təyin oblasti demişdik ki, kök 6 həmişə nə olur? 0-dan böyük bərabər. Onda birinci təyin oblastını tapaq. 8x. Mən bunu səliqəli yazıram. -x-in kvadratı üstəgəl 8x çıx 15. Böyük bərabərdir 0. -1-ə vuraram ki, kvadratın əmsalı müsbət olsun. X kvadratı çıx 8x plus 15 kiçik bərabərdir 0. Tənliyimizin kökləri birbaşa yazıram. Köklər nədir? 3 ilə 5. Və tapdıq kökləri intervalda qeyd edək. İçi dolu 3 və içi dolu 5. Müsbət, mənfi, müsbət. Bizə hansı aralıq lazımdır? Baxın, kökü hara görə tapmışıq? Bura görə. Mənfi hissə lazımdır. 3-5 aralığı. Deməli, x-in qiymətləri nədir? 3-5 aralığı. Getdik. İndi modulu ifadəyə baxaq. X çıx 5. 3-5 aralığından bir ədəd. Məsələn, 4. 4-ü düşünsək burada. Birinci mötərizə olar mənfi. Deməli, qoy buradan yazım. X çıx 5. Üstəgəl 2x üstəgəl 2,7 və çıx x çıx 3. Modulda x çıx 3. Dedik ki, tutaq ki, x-i 4 düşünsək. Bu mötərizə mənfi, bu mötərizə onsuz müsbət olar. Vurub üstünə də 2,7 gələndə 4-dən də 3 çıxaqsa, bu mötərizə də olar müsbət. Getdik. Mənfidirsə nə baş verər? X çıx 5-in yerinə qabağına mənfi ataram. Mənfi atında nə olur? Yerləri dəyişir. Olur 5 çıx x. Üstəgəl olduğu kimi 2x üstəgəl 2,7 çıx. X çıx 3 işim yoxdur. Deməli, buradan da nə olacaq? -x üstəgəl 3. 2,7 ilə işim yoxdur. Buradan da bu hissələrə heç ümumiyyətlə dəymədim. Hamısı qaldı. Bir dənə bu mötərizəni açdım siz üçün. Buradan da -x. 2 dənə -x-im var, bir dənə 2x-im var. Bunlar bir yerdə getdi. 5 üstəgəl 3 üstəgəl 2,7 bizə nə verdi? 10,7. Cavab D variantı. Baxaq növbəti 3-cü sualımıza. 3-də təyin oblastını tapın. Deməli, təyin oblasti nədir? 0-dan böyük bərabər. X plus 4 böyük bərabərdir 0. X böyük bərabərdir -4. Cavab -4 müsbət sonsuzluq. D variantı. Funksiyanın təyin oblasti 0-dan böyük bərabər olmalıdır hər ikisi.
Deməli 2 çıx x böyük bərabərdir 0, mənfi x böyük bərabərdir mənfi 2, mənfi 1-ə vursam x kiçik bərabərdir 2. 2x böyük bərabər, bunu da həll edirəm. 2x böyük bərabər 0, x böyük bərabər 0. X 0-dan böyük, 2-dən kiçik, yəni 0-2 aralığı. Cavab A variantı. 5-də düz xəttinin bucaq əmsalını tapın. Gəlin tapaq. Deməli, bucaq əmsalını necə tapırdıq? Birinci xətti funksiya formasında olmalıdır. Bu y bərabər kx plus b. Hələ bu formada deyil. 3y-i tək saxlayıram. 3y bərabərdir mənfi 4x üstə gəl 7. Hər tərəfi də, yəni bu 3-ü atıram sağ tərəfə, hər tərəfi bölərəm 3-ə. Onlar nə? Y bərabərdir mənfi 4 böl 3x üstə gəl 7 böl 3. Bucaq əmsalı mənfi 4 böl 3. Y variantı sərbəst həddi də budur. 5-dən sonra baxırıq 6-cı suala. Bütün ədəd oxunda təyin olunmuş və əsas dövr 9-a bərabər olan tək funksiya olarsa, ifadənin qiymətini hesablayın. Deməli, 2f14. Burada bütün ədəd oxunda təyin olunmuş deyir. Neyniyərəm? Dövrü var. Dövrü 9-dursa biz demişdik neyinirik? Dövrə bölüb qalğı götürürük. 14-ü 9-a böləndə qalğı neçə eləyir? Eləyir 2f5. Çıx. Bunu 18-i 9-a böləndə dövrə bölsək qalıq eləyər 0. Biz də demişdik dövrə bölüb qalğı götürürük. Bölünsün. Tək funksiyadır deyə mənfini atar qabağa. f5 mənfi f5 plus 8. Tək funksiya koordinat başlanğıcında nəzərən simmetrik olduğuna görə f0-da 0 qiymətini alır. Nə qaldı? 2f5 böl mənfi f5 plus 8. Bunlar gedər. Mənfi 2 üstəyə 8 bizə verər 6. Bu qədər cavab oldu 6. Baxaq 7-ci suala. K parametrinin hansı qiymətində funksiyasının qrafiki absis oxuna toxunur. Absis oxuna toxunur deyəndə demişdik ki, bu diskriminant 0 şərtidir. Niyə? Absis oxuna toxunanda sadəcə bir kökü olurdu. D bərabər 0 şərtidir. Getdik, buradan yazaram. D bərabərdir. B kvadratı, B-min kvadratı çıx. Kvadrat onsuz bu mənfini aparır. Buna fikir vermirəm. 2 vur K çıx 1-in kvadratı. Çıx 4AC. 4A-mızın yerində 2K çıx 5 vur S. Bərabərdir 0. Baxın, burada uşaqlar əziyyət çəkir. Bunu necə kvadrata yüksəldə deyirlər? 2-ni vurun içəri, sonra kvadrata yüksəldin. Nə var ki burada? 2K çıx 2-nin kvadratı çıx 4 3-ə 12 vur 2K çıx 5. Heç burada da əziyyət çəkməyəcəm. Bərabər 0. 4K kvadratı çıxılsın. Deməli, 4K kvadratı çıxılsın. Hasilinin 2 misli 8K üstə gəl 4. Çıx 12 2 24K. 12-ni də 5-ə plus 60 bərabər 0. 4K kvadratı 8 24 çıx 32K. 4 60 plus 64 bərabər 0. Hər tərəfi 4-ə bölsəm K kvadratı çıx 8K üstə gəl 16 bərabər 0. Və bu da bizə kvadratlar fərqi düsturunu verir. K çıx 4-ün kvadratı bərabər 0. K çıx 4 bərabər 0. K da bərabərdir 4. Bu qədər. Baxaq növbəti sualımız 8-ci sualda görək bizə nə deyir? Funksiyanın təyin oblasti. Təyin oblasti demişdik kök 6 0-dan böyük bərabər. Amma məxrəcdədir deyə 0-dan fərqli olacaq. Yəni bərabər yox, 0-dan böyük bərabər yox, 0-dan sadəcə böyük götürəcəm. Yazıram 9 çıx x-in kvadratı böyükdür 0. Mənfi 1-ə vuraram x kvadratı çıx 9 kiçikdir 0. Buradan da x çıx 3, x plus 3 kiçikdir 0. Ayrı-ayrı 0-a bərabər edib köklərini taparam. X çıx 3 fərqlidir 0, x fərqlidir 3, x üstəyə 3 fərqlidir 0, x fərqlidir mənfi 3. İntervalda qeyd eləsək, mənfi 3 içi boş, 3 içi boş, hop, plus, minus, plus. Biz də baxın, bura görə köklərimizi tapmışıq. Yəni, mənfi aralıq. Cavab B variantı. 8-dən sonra baxaq 9-cu suala. Funksiya hansı nöqtə funksiyanın qrafiki üzərindədir? Bir-bir nöqtələri qoyub yoxlamalıyıq. Məsələn, A-nı qoysaq 2 vur mənfi 5, üstəyə 1 11 verməyəcək. B-ni qoysaq 2 vur 2 4, yəni 2-ni qoyanda 2 vur 2 4, üstəyə 1 0 yox 5 verəcək. Bir-bir bütün variantları qoyub yoxlamalıyıq. C-ni qoyanda 2-ni mənfi 25-ə vuranda mənfi 50, üstünə 1 gələndə mənfi 49 eləyər. C də səhvdir. D də 2 vur 4 8, üstünə 1 9 eləyər. Amma Y-yə baxın, 2 vur 23 üstə gəl 1, həqiqətən də 47 eləyir. Cavab Y variantı. 10-cu sual. İfadənin mümkün həqiqi qiymətini tapın. Bir dənə diqqətlə baxsaq, bu sualdan 2 dəfə istifadə olunub.
Deməli, bunu baxın 2 dənə kök 6 var. 2 dənə kök 6 var. Birində kökün əmsalı x-in əmsalı müsbət, birində mənfidir. Diqqətlə baxsaq, buradan 2-ni ortaq çıxarıram. 2 vurulsun x çıx 3. Kök altında x çıx 3. Qələmin rəngini dəyişim biraz da. 2 vur x çıx 3. Kök altda. Üstə gəl. Buradan da 4-ü ortaq çıxarsaq, 4 vur 3 çıx x. Plus 12x. Burada 3 adama gəl deyir. Niyə? Fikir verin. Bu hissədə sıfırdan böyük, bu hissədə sıfırdan böyük bərabər olması üçün x-ə 3-dən başqa heç nə qoyamazsınız. 3-dən böyük qoysaq, məsələn 4 qoysaq, sağ tərəf mənfi olar. Olmaz axı belə şey. Əgər 3-dən kiçik qoysaq, bura məsələn 2 qoysaq, onda da sol tərəf mənfi olar. Belə şey də olmaz. Ancaq x-in 3 qiymətində bu ödənər. X-in yalnız 3 qiymətində ödənər deyə 3-ü qoyaram yerinə, 2 vurulsun 3 çıx 3. Yəni bu da 0, üstəyə 4 vur 3 çıx 3. Bu da 0. Üstəyə 12 vur 3 böl 3 çıx 1. 36 böl 2, cavab 18. Ondan sonra baxırıq 11-ci suala, funksiyasının qrafikini göstərin. Deməli, bununla bu gedər. Düşər hara bu ifadə? Modula. Deməli, ifadəm düşər. Demişdik, cüt dərəcədən kökün altından ifadə modulda çıxır. Modulda x çıx 4. Y bərabərdir. Deməli, buradan da nə edərəm? Baxın, modul bir ifadədir və variantlar köməyimizə çatsa, bura baxıram ki, nə hiss edərəm? A variantını sevdim. Y variantını sevdim. Niyə? Çünki yəni bu əmsal müsbətdir. Bu yuxarı baxacaq. Cavab B-dir, D-dir, yoxsa C-dir. Bir balaca diqqətlə baxsaq, 2 dənə modul varsa, 2 dənə modulun qaydası olaraq B variantı olar. Yəni 2 dənə modul. Modulun biri B-dir, axı ikisi birləşsə olar bu formada, W formasında səbəbinə keçək. Niyə görəsən B-dir, C, D deyil. Getdik. İstənilən funksiyanın qrafikini çəkəndə biz nə edirdik? Demişdik ki, yəni bunun təpə nöqtəsinin koordinatlarını tapmaq üçün modula nə deyərəm? 0. Təpə nöqtəsinin koordinatları modul bütöv nə deyərəm? 0. Onda modulda x çıx 4 bərabərdir 0. Modulda x bərabər 4, x bərabər 4, x bərabər mənfi 4. Fikir verin. Təpə nöqtəsi 4, 0, mənfi 4, 0-dır. Təpəsi mənfi 4, 0, 4, 0 olan bir dənə B variantıdır. Y variantı da üz aşağı baxır. Yəni bu qədər bəsit bu formada tapardıq. Hətta məsələn y oxun kəsdiyi nöqtəni tapmaq üçün nə edərik? X-ə 0 qoyarıq. X-ə 0 qoysaq da ifadə 4 olar. Y-də 4 nöqtəsində kəsər. Bu formada təyin eləyə bilərik. Keçək növbəti 12-ci suala. Uyğunluğu müəyyən edin. Deməli, qrafik absis oxundan birinci yəni bunlara baxaq. Qrafik absis oxundan yuxarıda yerləşir, oxundan aşağıda yerləşir, absis oxuna toxunur, absis oxunu absis hamısı da s 2 dəfə düşüb, səhvdir. Absisdə bir dənə s var. Absis oxuna 2 nöqtədə kəsişir. Qrafik koordinat başlanğıcından keçir. Gəlin Y variantına baxsaq. Qrafik koordinat başlanğıcından keçirsə, koordinat başlanğıcı nədir? 0, 0. X-in yerinə 0 qoyanda, heç birində y0 qiymətini almır. X-in yerinə 0 qoyanda burada cavab 10 eləyir. Burada mənfi 14 eləyir. Burada isə mənfi 12 eləyir. 0-0-dan keçən yoxdur. Koordinat başlanğıcından keçmir heç biri. Bu səhvdir. Y-ni tulladım. Baxıram nəyə? Deməli, absis oxundan yuxarıda yerləşir. Absis oxundan yuxarıda yerləşir nə deməkdir? Yəni, bu bizim bir qrafikim. Qrafik absis oxundan yuxarıda yerləşirsə, demək bu tərəflərdə bir yerdədir. Fikir verin. Bu absis oxundan yuxarıda yerləşirsə, deməli, x oxuna toxunmur. X oxuna toxunmur nə deməkdir? Kökü yoxdur. X oxuna toxunmaq nə idi? Məsələn, bu 2 nöqtədə toxunub. Demək ki, kökü var imiş. Kökü yoxdur. Demək, diskriminant 0-dan kiçikdir. Absis oxundan yuxarıda yerləşir, diskriminant 0-dan kiçik və qrafik absis oxundan aşağıda yerləşir. Qrafik absis oxuna toxunur. Qrafik absis oxunu 2 nöqtədə kəsir. Absis oxuna toxunursa diskriminant 0-a bərabər. Qrafik absis oxunu 2 nöqtədə kəsir. Diskriminant 0-dan böyük. Bir də demişdik, bax diskriminant burada 0-dır, həm də üz yuxarıdır. A-sı da 0-dan böyükdür. Üz yuxarı gedir. Əgər qrafik absis oxundan aşağı yerləşirsə, yenə bunun kökü yoxdur. Yenə kökü yoxdur, amma A-sı mənfidir və diskriminant da mənfidir, kökü olmasın deyə. İndi bunları araşdıracağıq. Başlayaq birinci ilə. Deməli, birincidə nədir? Söhbət nədən gedir? X kvadratı çıx 4x
Plus 10. Diskriminantı taparam. Y bərabərdir yazım. D bərabərdir mənfi 4-ün kvadratı plus çıx 4 AC elədir 16 çıx 40 mənfi 24. D-si mənfi, A-sı müsbət, A-sı müsbət daxil x kvadratın əmsal müsbətdir. Deməli, apsis oxundan yuxarıda yerləşir 1-ə A. 2. Mənfi y bərabərdir mənfi x-in kvadratı üstəlik 3x çıx 14. D bərabərdir 3-ün kvadratı çıx 4 vur A-sı mənfi 1, C-si mənfi 14. 9 mənfi 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 3 də mənfi bizə mənfi verdi. 4 vur 14 56. 9 çıx 56 da bizə nə verir? Mənfi 47. Diskriminant mənfi, A-sı da mənfi. Onda da bu aşağıda yerləşir. 2-yə B. A ilə B getdi. Qaldı bir dənə 3. 3-ün də köklərini görək nə edirik? Y bərabərdir. X kvadratı çıx 5x çıx 12. Bu da D bərabərdir. Mənfi 5-in kvadratı çıx 4AC. Mənfi 5-in kvadratı 25. Üstə gəl 4 vuran 2 48. Bunları toplayanda da 24, 60, 73. Diskriminant sıfırdan böyükdürsə 2 müxtəlif kökü var. 2 nöqtədə kəsir. Burada D. 1AB, 2D. 1A, 2B, 3D. Bu qədər. Keçək 13-cü suala. Funksiyasının qrafikinə əsasən qarşılayar B cəmini tapın. Baxan kimi buradan görürük ki, hə, bu nədir? B. B neçədir? 5. B-ni tapdıq 5. Demək, Y bərabərdir kx plus 5. Demişdik ki, hə, nöqtələrdən istifadə edirik. Qrafiki oxumalıyıq, oxumağı bacarmalıyıq. Bura gələndə isə bir dənə fikir verin, bu hansı nöqtədir? Mənfi 5, x mənfi 5-dir, y isə 0. X oxunun üzərində olanda y-in qiyməti olur da 0. Getdik, y-in yerinə 0 yazıram, x-in yerinə isə mənfi 5. K vur olsun mənfi 5, üstə gəl 5. K vur mənfi 5, yəni mənfi 5K. Bunu da atıram sol tərəfə. Onlar nə? 5K bərabər 5-ə, K da bərabərdir 1-ə. Bizdən də B ilə K-nın cəmini istəyir. 5 üstəyəl 1, cavab 6. Y variantı. Bu qədər. Düzdür, bunun K-sını tapmağın bir dənə belə də yolu var. K bərabərdir tangens alfa. Tangens alfa nə idi? Qarşı böl, bitişik. Bir dənə fikir verin. Alfa burada. Qarşısı 5, bitişiyi də 5. 5 böl 5, 1 eləyir. Amma burada məsələn, kör bucaqda, iti bucaqda çaşmayasınız deyə elə çalışın bu yolla. Nöqtəni yerinə qoymaqla gedin. Burada məsələn, iti bucaqda deyə müsbət 1 götürdüm. Əgər kör bucaq olsaydı 1-i mənfi götürərdim. Keçək növbəti 15-ci suala. Funksiyasının qiymətləri çoxluğunu tapın. 2 ilə həll etki işim yoxdur. Bu hissəni həll etməyə çalışacağam. Bu hissəni həll edək. Necə həll edərik? Bunun təpə nöqtəsini taparam. Kvadrat funksiyadır da bu. Sadəcə bunu həll edək birinci. Getdik. Mənfi x-in kvadratı üstəyə 5x çıx 6. Fx bərabərdir. Buradan fx-i həll etsəm, onsuz 2-ni yemişəm. Buradan nə edərəm? M bərabər təpə nöqtəsinin koordinatları ilə gedərəm. M bərabər mənfi b böl 2a. Yəni, mənfi 5 böl 2 vur, mənfi 1. Elədir, mənfi yox, müsbət 2,5. Təpə nöqtəsinin x-i neçədir? Müsbət 2,5. Düzdür? Aparıb 2,5-i yerinə qoyaram. Mənfi 2,5-in kvadratı. Üstə gəl. 5 vur 2,5. Çıx 6. Kökün altında. Mənfi 2,5-in kvadratı elədir 6,25. 5 vur 2,5 eləyir 7,5. Çıx 6. Bu da bizə nə verir? 6,25 7,75 verər bu bizə. Bu nəsə qəribə oldu. Baxın. Hə, qabağında mənfi var, mənfini yemişəm. Mənfi buradadır, diqqətli olmalıydıq. Baxın, mənfi haradaymış? Özdə 5-də 2,5-ə vuranda 125, 12,5 eləyir. Mənfi buradadır. Bu x-in içində mənfi yoxdur, x 2,5-dir. Mənfi 2,5-in kvadratı neçə elədi? 6,25. Üstə gəl, 5 vur 2,5 eləyir, 12,5, çıx 6, kök altında. Bu bizə nə verər? 0,25. Baxın. Həmin bu kökün ən böyük qiyməti görün neçədir? Kök altında 0,25, yəni bundan çıxır 0,5. Kökün, buradakı kökün, bu kökün ən böyük qiyməti 0,5-dir. Niyə soruşasınız ki, ən böyük qiyməti 0,5-dir? Çünki əmsal mənfidir. Mənfidirsə 0,5-dən üzü gedərdi mənfi sonsuzluğa. Kök də mənfi qiymət almır deyə yazıram. 0, ən kiçik qiyməti 0, ən böyük qiyməti də 0,5-dir. Deməli, kökün tapdım ən kiçik qiyməti 0, 2 üstəyə 0. 2.
Ən böyük qiyməti 0.5, 2 üstəgəl 0.5, 2.5. Cavab C. 2, 2.5 aralığı. 15-dən sonra baxıram 16-ya, funksiyasını tapın. Demək, burada x-in əmsalı 3-dür. Götürüb burada x olan hissədə istifadə edirəm bunu. f3x 7x üstəgəl 2-dirsə, x olan hissələri 3-ə bölürəm. fx də bərabərdir 7 böl 3x üstəgəl 2. Bu sərbəst həddir. Sərbəst həddi bölməyə ehtiyac yoxdur ki, onun x aidiyyatı yoxdur. Cavab Y variantı. 17-ci suala baxaq. 17-də 2 tənlik funksiyaların qrafiklərini kəsmə nöqtəsi, digər 2 nöqtəsi isə bu funksiyaların təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini tapın. Deməli, bu tənlikləri yazaq. Y bərabərdir mənfi modulda x üstəgəl 8 və x çıx 6. Funksiyanın qrafiklərini kəsmə nöqtələrində digər 2 nöqtəsi isə bu funksiyaların təpə nöqtələri. Deməli, bunların bizə həm kəsmə nöqtəsi, həm də təpə nöqtələri lazımdır. Təpə nöqtələrini tapmaq daha rahatdır, tez tapaq. Təpə nöqtəsi üçün modulun yerinə 0 yazırıq. Nə olur təpə nöqtəsi? Bunun 0, 8. Burada da modulun yerinə 0 yazsam, təpə nöqtəsi olur 0, mənfi 6. 0 qoyanda nə olur? Mənfi 6. Getdik kəsişməni tapmağa. Kəsişmə nöqtəsi isə bunları bərabərləşdirərəm. Modulda x çıx 6-nı bərabər edirəm. Mənfi modulda x üstəgəl 8-ə. Bunu atıram sol tərəfə. Modulda x üstəgəl modulda x bərabər 8 plus 6. 2 dənə modulda x bərabərdir 14-ə. Modulda x də bərabərdir. 14-ü 2-yə böləndə bizə verər 7. Deməli, x 7 ilə mənfi 7 imiş. İndi x-in yerinə 7 qoyanda fərq eləmir. İkisində də onsuz eyni qiymət verməlidir. X-in yerinə 7 qoyanda bizə nə verəcək? 7 qoyanda 7 çıx 6 1. Deməli, kəsişmə nöqtəsinin biri 7 ilə 1-dir. Digər kəsişmə nöqtəsi isə mənfi 7 çıx 6. Yəni, modulda mənfi 7-dən nə çıxır? O da 7 çıx 6, o da bizə 1 verir. Həmin kəsişmə nöqtəsi də oldu mənfi 7 ilə 1. Tapdıq, bütün nə qədər nöqtə varsa tapdıq. Bunu biraz kiçildim, qrafiki çəkirəm buradan. Deməli, nöqtələr, bir nöqtəm, təpə nöqtələrim 0, 8. Bura 8 nöqtəm, 0, 8 nöqtəm. Bir nöqtəm 0, mənfi 6, mənfi 6 nöqtəm. 0, mənfi 6-ını yazım. Kəsişdikləri nöqtə 7, 1, 7, mənfi 1. 7, 1, kəsişdikləri nöqtə. 7, 1 və 7, mənfi 7, 1. 1, mənfi 7, 1, bəli. Bir balaca çaşdıq. Buradan hop, bir dənə də bunu dişdirdim. Mənfi 7, 1. Bura mənfi 7, 1, bu birisi də 7, 1. Bunların birləşməsindən əmələ gələn fiquronun sahəsini istəyir. Bunu da necə taparıq? Düz deyib, baxan kimi bilinir, bu hansı fiqurdur, bu kvadratdır. Amma ən rahatı nədir? Diagonal düsturum. Baxın, burada diagonallar nədir? Perpendikulyar diagonallar var. Bu da diagonaldır axı. Diagonallara baxın. 8-dən mənfi 6-ya qədər buradan. Bura 6-dır. Yəni, bu hissə, qoy qırmızı ilə göstərim. Bura 6. Zoom eləyək. Bura isə 8. Ümumi bu diagonal neçə elədi? 14. O birisi diagonalda mənfi 7-dən 7, o da 14 eləyir. D1 bərabər 14, D2 bərabər 14. S bərabər D1, D2 böl 2 vur sinüs alfa. Alfamız da 90-dır. 14 vur 14 böl 2 sinüs 90-da da 1 alır. Bundan bu qədər eləyər 7. 14-ü də 7-yə vursaq eləyər 98. Bu qədər cavab Y variantı. Keçək 17-ci suala. 17-dən sonra 18-ci suala funksiyanın ən böyük qiymətini tapın. Deməli, nə edərik? Modulun yerinə ən kiçik qiymət olan 0 yazarıq. Funksiyanın böyük qiyməti. Funksiyanın böyük olması üçün məxrəc nə olmalıdır? Kiçik. 20 böl 4, cavab 5. C variantı. Tənliklərdən hansı bucaq əmsalı mənfi 4-dürsə bərabərdir? Baxın, burada mənfi 4-də 3-ə bərabər olması üçün tənliklər hələ tənlik formasında olmalıdır. Bura baxıram ki, tam tənlik formasında deyirlər. Məsələn, A variantına baxsaq, mənfi 4y bərabərdir. 3x-i sağa atıram, mənfi 3x üstəgəl 1. Hər tərəfi mənfi 4-ə bölsək, burada müsbət 4-də 3 eləyər. Mənfi 4-də 3 eləməz. A-nın bucaq əmsalı nə oldu? Müsbət 4-də 3. Gedirəm nəyə? D-də 4x-i sağa atsam, onlar nə? D variantı üçün baxıram.
vərəq açım, vərəqdə yazaq, rahat olsun işimiz. Məsələn, D variantı üçün baxsaq, nə olar? 4x atıram sağa, 3y bərabər mənfi 4x üstəyər 2, y də bərabərdir mənfi 4 bölü 3, x üstəyər 2 bölü 3, hər tərəfi 3-ə böldüm. Bizdən 3 bölü 4 istəyir, 4 bölü 3 istəmir. B variantı ümumiyyətlə əslində baxmağa dəyməz heç. Mənfi y bərabərdir mənfi x-ə, y bərabər x-ə, bu cavab əmsalı 1-dir. C variantı olacaq 4y bərabər mənfi 3x-ə, y də bərabərdir mənfi 3 böl 4x. Elə bucaq əmsalı nə oldu? Mənfi 4-də 3. Cavab C variantı. Keçək növbəti sualımıza. Yəni 20-yə. Bizdən nə istəyir? Fx-i verib, gx-i verib, qiymətini tapın, getdik. Birinci nə inərəm? G8-i taparam. Yenə vərəq açaq. Birinci G8-i taparam. Sonra gəlib f-i hesablayaram. Görüm G8 nədir ki, bu yerinə qoyaq. Gx bərabərdir, daha doğrusu G3x üstəyər 2 bərabərdir 2x üstəyər 5. Fikir verirsiniz, bu biraz mürəkkəbdir. X yoxdur, yəni Gx deyil, G3x üstəyər 2-dir. G8-i tapmaq üçün nə edərəm? G8-i tapmaq üçün burada 8 olmalıdır. Burada 8 olması üçün x-in yerində nə olacaq? 3x üstəyər 2-nin 8 olması üçün 3x 6, x də 2 olmalıymış. Baxın, bu hissənin 8 olması üçün x 2 olmalıymış. X 2 olarsa 2 vur 2 üstəyər 5 eləyər 9. Deməli, G8 nəyə bərabərdir? 9-a. Hop, G8-in yerinə 9 yazaram. Getdik. F9-u tapaq. Heç nə, buradan 9-u qoyarıq yerinə. 3 vur 9 çıx 11. 27 çıx 11. Cavab 16. D variantı. Keçək növbəti 21-ci suala. Simmetriya oxu x bərabər mənfi 2 olan parabolanın təpə nöqtəsinin apsisi oxu üzərində yerləşir. Parabolanın təpə nöqtəsi apsisi oxu üzərində yerləşir. P üstəgəl 2 cəmini tapın. Birinci, təpə nöqtəsi apsisi oxu üzərində yerləşirsə, D bərabər 0. Simmetriya oxu haqqında nə məlumat veribsə, o da bizə nə verir? M-i, təpə nöqtəsinin x-ini. Yəni, simmetriya oxundan ancaq biz təpə nöqtəsinin x-ini ala bilərik. Getdik. Yazıram. M-in düsturu nə idi? Mənfi B, M bərabərdir mənfi B böl 2A. Burada B-nin yerində nə deyəlir? P plus 1. Bərabərdir mənfi P plus 1 böl 2 vur 1 bərabərdir mənfi 2-yə. Məxrəcdən bir atıb çarpaz eləsəm, mənfi P plus 1 bərabərdir mənfi 4-ə, P plus 1 bərabərdir 4-ə, P də bərabərdir 3-ə. P-ni tapdıq 3. Aparıb yerinə qoyaq. Y bərabərdir. X-in kvadratı 3 üstəyər 1 eləyir 4x üstəyər 2. Dedik, təpə nöqtəsi apsisi oxunun üzərindədirsə, diskriminant da 0 imiş. D bərabərdir B kvadratı çıxılsın 4AC bərabərdir 0. 16 çıx 4 2 bərabər 0. 4 2 bərabər 16. 2 də bərabərdir 4. Bunların da cəmi istəyir. 3 üstəyər 4 cavab 7. Cavab 7. Keçək 22-yə. Uyğunluğu müəyyən edin. Deməli, baxırıq nəyə? Tək funksiyanın qrafiki ola bilər. Qrafiki, buradan baxıram. Tək funksiyanın qrafiki ola bilər. Tək funksiyanın qrafiki nə idi? Tək funksiya hökmən nə olmalıydı? Koordinat başlanğıcına nəzərən simmetrik olmalıdır. Bir dənə baxın, bu simmetrik deyil, koordinata nəzərən. Yəni, bu nöqtəyə nəzərən simmetrik olması üçün nə olmalıdır? Belə bir şey olmalıdır. Bu qatlayanda bu tərəfə düşsün. Baxın, 2. 2 koordinat başlanğıcına nəzərən simmetrikdir. Buna A yazdım, A getdi. X kvadratı funksiyasının qrafiki şəklindədir. Baxaq görək, bu x kvadratı, elə x kvadratın qrafiki nədir? Parabola. 1 qoyanda 1 alıb, 2 qoyanda 2-nin kvadratı neçə eləyir? 4 alıb. Elə 2-yə də B uyğun gəldi, B də getdi. Cüt funksiyanın qrafiki ola bilər. Cüt funksiya ilə budur, x kvadratı. Həm də ordinat oxuna nəzərən simmetrikə görə baxsaq, cüt funksiya oldu 1-C. Nə tək nə cüt funksiya? 3-ə D. Nə tək nə cüt funksiyanın qrafikidir? Yəni, heç birinə nəzərən simmetrik deyil. X kubunun funksiyasının qrafiki şəklindədir. X kubu funksiyasının qrafiki, bir dənə baxaq bura. X-in yerinə 1 qoyanda kubu 1, 2 qoyanda kubu 8, mənfi 1 qoyanda kubu mənfi 1, mənfi 2 qoyanda kubu mənfi 8 eləyir. Deməli, bu da bura uyğun imiş. A, Y.
Keçə 22-dən sonra 23-ə funksiyasının qiymətlər çoxluğunu tapın. Baxın, bu sualda bu hansı funksiyadır? Üstü funksiya. Üstü funksiyanın ala biləcəyi minimum qiymət 0 olmur özdə, diqqətli olun. 0-ı almır. Yəni, üstü funksiya mənfi qiymət ala bilməz. 0 da olmur. Sadəcə ən kiçik qiyməti 0 ödənmir. Yəni, 0-dan böyük bütün ədədlərdir. Cavab A getdi, B getdi. Gəlirəm indi bura x üstəyə 1 bölü x-ə. Mən bilirəm ki, x üstəyə 1 bölü x tərs ədədlərdir. Əgər biz demişik ki, tərs ədədlərdə x 0-dan böyük olarsa, tərs ədədlər 2-dən böyük bərabər. Əgər x 0-dan kiçik olarsa, tərs ədədlərin cəmi isə mənfi 2-dən kiçik bərabər alır. Yəni, biz x müsbət olanda bunun yerinə, x üstəyə 1 bölü x-in yerinə ən kiçik neçə yazarıq? 2. Onda nə olar? Bu hissədə bunun yerinə ən kiçik nə qoyaram? Y kvadratı. Və fikir verin, y kvadratı ən kiçik 2-dir ya. Müsbət ədədlər içərisində müsbət qoyanda ən kiçik 2 alır. Y kvadratından hara gedir? Y kvadratından gedir müsbət sonsuzluğa. Gəlirik bura. Mənfi 2 qoyanda isə x üstəyə 1 bölü x-in yerinə mənfi 2 qoyanda isə nə olur? Y üstü mənfi 2, yəni 1 bölü y kvadratı və mənfi 2-dən də fikir verin. Mənfi 2-dən də nə olur? Azalır. Hara gedəcək? Mənfi sonsuzluğa, amma dedik ki, mənfi sonsuzluq qiymətini ala bilməz. Üstü funksiyanın ən kiçik qiyməti 0-dır. 0-dan 1 bölü y kvadratına müsbət sonsuzluğa cavab C variantı. 23-dən sonra baxaq 24 funksiyanın təyin oblastı. Əgər tək dərəcədədirsə, bunun heç bir qadağası yoxdur. Uşaqlar qarışdırır, deyir, ay müəllim, tək dərəcə olanda da mı müsbət olmalıdır? Xeyr, ürəyiniz nə istər, qoyun getsin. Cavab hər şey. D variantı. 25. Bütün ədəd oxunda azalan fx, artan gx funksiyaları yalnız müsbət qiymətlər alır. Funksiya qiymətlərdən hansı ən böyükdür? Deməli, fx nədir? Azalan. Gx artandır. Baxın, artanın tərsi, yəni 1 bölü artan nə olar? Bütöv bu hissə nə olar? Azalan. Deməli, hx neymiş? Hx də azalan funksiyaymış. Azalan və artanın tərsi, yəni 1 bölü x nədir? 1 bölü x azalan funksiyadır da, artanın tərsi daxil. Azalan. Hx də oldu azalan funksiya. Qiymətlərdən hansı ən böyükdür? Azalan funksiyada x böyük olanda y kiçik, x kiçik olanda y böyük. Biz böyük axtarırıqsa x-in yerinə nə qoyarıq? Kiçik. Ən kiçik görək burada hansıdır? Baxıram. 3-də 1 ilə 7-də 3-də 1, 4-də 1, 7-də 3 heç. Ən kiçik 4-də 1-dir. Yəni, oturub müqayisə edəcək. Onsuz 3-də 1 ilə 4-də 1-də sürətləri eynidir. Məxrəci böyük olan kiçikdir. Cavab D variantı. Bu birisilərin heç ortaq məxrəc belə dəymir. 25-dən sonra baxırıq 26. Funksiyanın təyin oblastını tapın. Getdik. Baxın, burada qüvvət. Qüvvət nə ola bilər demişdik? Qüvvət hər şey. Qüvvətin bir problemi yoxdur. Sadəcə məsələ nədir? Kök 6, yəni bu hissə, kök 6 həmişə nə olmalıdır? 0-dan böyük bərabər. 5 çıx x-in kvadratı böyük bərabərdir 0. Mənfi 1-ə vuraram. X kvadratı çıx 5 böyük bərabərdir 0. Bağışlayın, mənfi 1-ə vuranda işarəni dəyişməliyəm. Kiçik bərabərdir 0. Kökləri tapıram. X kvadratı bərabərdir 5, x bərabərdir kökdə 5, x bərabərdir mənfi kökdə 5. Tapdığım kökləri intervalda qeyd edirəm. İçi dolu mənfi kökdə 5, içi dolu müsbət kökdə 5. Plusu, minusu, bizə hansı hissə lazımdır? Baxın, bura görə köklər tapmışıq. Mənfi hissə, mənfi kökdə 5, müsbət kökdə 5 aralığı. B variantı. Uşaqlar deyir, müəllim, deyirdiniz qüvvət mənfi olmaz. Bunu da qarışdırır arada. Baxın, qüvvət hər şey ola bilər. O, çox ədilinin qüvvəti idi. Çox ədilinin qüvvəti mənfi kök 6 kəsir olanmaz. Amma normalda qüvvət nə olar? Hər şey. 26-dan sonra 27-ci sual. 27-ci sual elə bu 22-nin demək olar ki, oxşarı, kopyasıdır. 1. Yəni, başlayaq nədən? Yəni, bunlarla işləyək. Modul x funksiyasının qrafiki ola bilər. Görürük ki, modul x-in qrafiki budur da. Yəni, bu nəsə düşünməyə ehtiyac yoxdur. 1 getdi. Nə tək nə cüt funksiyanın qrafikidir? 3.
Baxın, nə təşkil, nə cüt. Niyə? Çünki heç nə nəzərən simmetrik deyil. Biri aya baxır, biri çaya. Yəni biri o tərəfə gedir, biri bu tərəfə. Simmetrik falan deyil. B də bura getdi. Tək funksiyanın qrafiki ola bilər. Bura C gedər. Niyə? Koordinat başlanğıcına nəzərən simmetrikdir. Simmetrikdir deyə tək funksiyanın qrafiki olar. Sonra getdik. Cüt funksiyanın qrafiki ola bilər. Hə, moduldur, cüt funksiyanın grafikidir. Onsuz yəni həm y oxuna nəzərən simmetrikdir, həm də moduldur deyə cüt funksiyadır. Burada da getdi D, bu da getdi. 1/x funksiyasının qrafiki, elə 1/x-in qrafiki budur da. Buna da deyirik hiperbola. 1C-yə 2A-da 3B. 27 də getdi. Baxaq 28. Funksiyasının qrafiki və y bərabər 8 düz xəttinin əmələ gətirdiyi qapalı fiquranın sahəsini hesablayın. Deməli, qrafik və şəklini seçək. Y bərabərdir. Modulda x sıx 1 üstəgəl 2. O birisi də y bərabər 8. Heç bu asan məsələdir. 8-i rahat çəkərik. Bunun birinci təpə nöqtəsini tapaq. Təpə nöqtəsi üçün modula 0 deyirdik. Olurdu nə? Bu hissə 0 olması üçün x sıx 1 0, x bərabər 1. Əslində biz bir balaca jivoy olsaq, bir balaca diribaş olsaq, təpə nöqtəsini bilirdik ki, bunun əksi, -1-in əksi müsbət 1, buradakının isə özünü götürürdük 2. Təpə nöqtəsinin koordinatlarını tapdıq 1 2. 1-2-dən də hara gedir? Qollarını açıb üzü yuxarı gedir. Mən qrafik çəkim. Deməli, x-i 1. Aşağısı çox önəmli deyil əslində. Mənfi hissə yoxdur burada demək olar. X-i 1. Y-i isə 2. Biraz da yuxarı gedək. Y-i 2 hop. Bu nöqtə bunun təpə nöqtəsidir. Buradan qollarını açacaq yuxarı gedəcək. Y bərabər 8-də qoy buradan qeyd edeyim. Hop, bir dənə belə möhtəşəm düz xəttim. Bu düz xəttimi qeyd elədim. Baxın, 8-də bu nöqtə idi axı. Buradan da qolların dediyi nə edir? Açıb yuxarı gedir. Gedirik bu hissəyə. Hə, bizə nə lazımdır? Bizə baxıram ki, bir dənə bu nöqtələri tapmaq lazımdır. Bu nöqtələri necə taparıq? Kəsişmə nöqtələri. Yəni baxıram bu nöqtələr nədir? Kəsişmə. Kəsişmə nöqtəsini taparam. Yazaq buradan. Modulda x sıx 1 üstəgəl 2 bərabər 8. Modulda x sıx 1 bərabərdir 8 sıx 2 6. X sıx 1 bərabər 6. X bərabər 7. Baxın, bu hissə neçədir? Hop, düşürük aşağı 7. Gəlirəm bura. Bir də bunu necə yazıram? 1 çıx x ya da mənfi yazaram bura. Mənfi x sıx 1 bərabərdir 6-ya. Mənfi x üstəgəl 1 6-dır. Mənfi x bərabərdir 5-ə. X də bərabərdir mənfi 5-ə. Buranı da tapdıq neçə? Mənfi 5. Möhtəşəm, bu qapalı fiquranın sahəsini istəyir. Getdik, qapalı fiquranın sahəsi üçün buradan bura bir hündürlük çəkərəm. Üçbucaqda axı. Baxıram neçə eləyər? 2-dən 8-ə qədər nə qədər eləyir bu xətt? Bu xətt eləyir 6. Onda hündürlüyüm 6 imiş. Sonra gəlirəm. Mənfi 5-dən 7-yə. Mənfi 5-dən 7-yə neçə addımdır? 12. Onda buradan bura neçə addım eləyər? 12. Buradan da sahəni yazaram. S bərabərdir 2-də 1. A vur H A. Yəni 2-də 1 tərəf 12. Hündürlük 6. Hop bu getdi. 6 vur 6. 36. Bunu da tapdıq. Keçək növbəti 28-dən sonra 29-cu sual. Funksiyanın qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Tapaq. Necə taparıq? Yenə də kvadrat funksiyanın şərti ilə gedərəm. Yəni bu mürəkkəb funksiyadır. Həm kök var, həm üstü var, həm kvadrat var. Nə desəm var. Var ki var. Baxıram bura. 29-da. Tam ədədlərin sayını tapın deyir. Deyəsən burada cavabı səhv qeyd eləmişdik. 9 deyil. Neysə, baxaq da buna. Y bərabərdir. Kök altında 2 üstündə mənfi x-in kvadratı çıx 2x üstəgəl 5. Buradan nə edərəm? Təpə nöqtəsinin koordinatlarını taparam birinci. Kvadratın qaydası. Mənfi x kvadratı çıx 2x üstəgəl 5. Bunda təpə nöqtəsinin koordinatını tapmaq üçün mənə m-dən istifadə edirəm. M bərabər mənfi b bölü 2a. Yəni ortadakı əksi mənfi 2-nin əksi müsbət 2 bölü 2 vur mənfi 1. Elədi mənfi 1. Mən təpə nöqtəsinin x koordinatı neçəymiş? Mənfi 1. Aparıb təpə nöqtəsinin x koordinatını yerinə qoyaram. Mənfi 1-in. Baxın, mənfi 1-in kvadratı, x-in qabağında bir dənə də mənfi var. Çıx 2 vur mənfi 1, üstəgəl 5. Mənfi 1-in kvadratı 1, qabağında da mənfi var. Mənfi 1 üstəgəl 2, üstəgəl 5, elədi 6. Deməli, bu ifadənin bütöv ən böyük qiyməti neçədir? 6. Niyə ən böyük? Əmsal mənfidir. İfadə 6-dan üz aşağı gedər.
Deməli, onda ən böyük qiymətini tapmaq üçün nə edirəm? Yazaram 2 üstə 6. 2 üstə 6 bizə nə verər? 64. 64-dən də çıxar 8. Tapdıq ki, ala biləcək maksimum qiymət 8-dir. Minimum qiymət 0. Kvadrat yoxsa yumru mötərizə? Yumru mötərizə, çünki niyə yumru mötərizə alar? Niyə yumru mötərizə olar? Çünki burada kvadrat mötərizə qoyanmarıq. Köşə görə uşaqlar çaşar ki, hə, müəllim, qoyun yumru mötərizə. Amma bir də üstü funksiya var. Axı biz demişdik, üstü funksiyanın ən kiçik qiyməti 0 olmur. 0 alınmır. 0-dan böyük qiymətlər alır. Qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də nə? Cavab A variantı. 29-dan sonra 30-cu sual. 30 çox bəsit. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Gəlin tapaq. Çıx 13. Necə taparam? Birinci m bərabər mənfi b böl 2a. Bu m nə idi? Bizim bu x0 deyirdik dərsdə o. Mənfi b böl 2a. Yəni mənfi 12 böl 2 vur mənfi 3. Mənfi 12 böl mənfi 6, yəni 2. Deməli, təpə nöqtəsinin x koordinatı 2-dir. Getdik təpə nöqtəsinin y koordinatına. Y koordinatını tapmaq üçün də nə edirik? Aparıb 2-nin yerinə qoyuruq. Yəni, o biri düstur, istəyirsiniz öyrənin, istəyirsiniz öyrənməyin. Yəni, bu tipli suallarda lazım deyil. Mənfi 3 vur olsun 2-nin kvadratı, üstəyə 12 vur 2, çıx 13. 2-nin kvadratı 4, mənfi 3 vur 4, mənfi 12, üstəyə 24, çıx 13. Bu da bizə verər mənfi 1. 2, mənfi 1, cavab D variantı. 30-dan sonra baxaq 31-ci suala. Baxın, yenə simmetriya sualı. Simmetriyada bizə verilən ancaq təpə nöqtəsinin x koordinatıdır. Yəni, simmetriya fərq eləmir. Simmetriya haqqında isə deyir, parabolanın simmetriyası. Yəni, parabolanın simmetriya oxundan sizə ancaq verər nə? Təpə nöqtəsinin x koordinatı, yəni bizim dərsdə x0 dediyimiz və ya m dediyimiz. M-də təpə nöqtəsinin x koordinatı. Bunu da mıxla yadımızda saxlayırdıq. Mx. Yəni təpə nöqtəsinin x-i m, y-i n idi. Amma bunun aidiyyatı yoxdur. Təpə nöqtəsinin y-i deyil ki. Yəni o hər şey ola bilər. Deməli, bunu nə götürdük? Təpə nöqtəsinin x-i. Şəklini də çəkim qoy sizə göstərim. Baxın, bilin ki, paraboladır. Tutaq ki, paplı bir parabola çəkirəm bu formada. Hop. Bu da bizim simmetriya oxu. Parabolanın simmetriya oxu üzərində 2 mənfi 5. Hə, 2 mənfi 5-i götürürəm burada. Bura mənfi 5 daxil. Burada olsun 2. Fikir verin, mənfi 5-in parabolaya aidiyyatı yoxdur. Amma bu 2 parabolanın hop, təpə nöqtəsinin koordinatının elə x olur. Getdik. Bunu bu hissəsini silim. Nağaraq. Bizdən nə istəyir? Parabolanın təpə nöqtəsinin ordinatını tapın. Getdik, tapaq. Birinci k-nı tapaq. 31-də. Parabolanın təpə nöqtəsinin x-i eləyir 2. Y bərabərdir mənfi 2x-in kvadratı üstəyə k plus 2 vur x üstəyə 2. Təpə nöqtəsinin düsturu nə idi? M bərabər mənfi b böl 2a bərabərdir. Neçəyə? Mənfi b. Mənfi k üstəyə 2 bölünsün 2 vur. Hop, a-mız neçədir? Mənfi 2. Bərabərdir. Təpə nöqtəsinin x koordinatı dedi 2-dir. Bununla bu gedər. K plus 2 böl 4 bərabər 2. Məxrəcdən bir dənə bir çarpı zərəsi k plus 2 bərabərdir 8, k bərabər 6. K-nın yerinə də 6-nı qoyaq. Onlar nə? 6-nı bura qoysaq 6 üstəyə 2 neçə eləyər? 8. Y bərabər mənfi 2x-in mənfi 2x-in kvadratı üstəyə 8x üstəyə 2. Təpə nöqtəsinin də əlimizdə nəyi var? Y koordinatı onsuz var. Bağışlayın, təpə nöqtəsinin x koordinatı onsuz var. Bizdə nə lazımdır? Y koordinatı, ordinatı. 2-ni də aparım, burada yerinə qoyun. Mənfi 2 vur 2-nin kvadratı üstəyə 8 vur 2 üstəyə 2. Mənfi 2-nin kvadratı 4. Mənfi 2 vur 4 eləyir 8. Mənfi 8. Üstəyə 16 üstəyə 2 eləyər 10. Təpə nöqtəsinin ordinatı da elədir 10. Cavab Y variantı. 31-dən sonra baxaq 32-ci sual. Hə, bu. Bu sual 2020-nin təkrarı, bayaq dediyim, mənim də imtahanıma bunun qoşması düşmüşdü. Nə edirik burada? İfadəsinin qiymətini tapın. Baxın, buradan 4-ü çıxarsam kökün altından 4 vur olsun x çıx 4. Üstə gəl. Buradan da 5-i çıxarsaq 5 vur olsun 4 çıx x. Üstə gəl 14 vur x. Bölünsün. Vurdu ya bu. X çıx 2. Hə, hər ikisi müsbət olması üçün kök altının x-ə, yəni nə olmaz? Mənfi olmaz. Sıfırdan böyük bərabər olmalıdır. Sıfırdan böyük bərabər. Onsuz hər ikisi müsbət olanmır. Ancaq sıfır ola bilərlər. Məsələn, biz
4-dən böyük qiymət qoyanda bu hissə müsbət olur, bu hissə mənfi. 4-dən balaca qoyanda bu hissə müsbət olur, bu hissə mənfi. Ona görə biz x-ə ancaq nə deyə bilərik? Ancaq x-ə 4 deyə bilərik ki, hər iki kök mənfi olmasın. X-ə 4 desək, bu kökdə 0, bu kökdə 0 qaldı nə? X-im neçədir 4? 14 vur 4 böl 4 çıx 2. Hop, 4 çıx 2. Məxrəc 2-dir, 14 vur 4 də elə olduğu kimi yazıram. Hop, getdi də elə 14-ü 2-yə 28. Cavab D variantı. 32-dən sonra bu arada burada deyəsən bir sürüşmə görüm var idimi? Hə, burada bir sürüşmə var idi. Bunu sonradan materialı təzədən Telegrama atanda bu sürüşməni də düzəltmişəm. Bu 14 çaşıb şəkilə də ədəd sıra nömrəsi qoymuşuq. Baxırıq sizlə növbəti 33-cü suala. 33-cü sualda B parametrinin hansı qiymətində parabolanın təpə nöqtəsinin apsisi 1-ə bərabərdir? Çox bəsit sual. Parabolanın təpə nöqtəsinin apsisi, yəni m bərabərdir mənfi b böl 2a-ya. Mənfi b böl 2 vur a-sı neçədir? Mənfi 1. 2 vur mənfi 1 bərabərdir neçəyə? Təpə nöqtəsinin apsisi bərabərdir 1-ə. Mənfilər gedər. B böl 2 1-dirsə, b də 2-dir. Cavab Y variantı. 34-cü sual. Bu da təkrar sualdır. Nə edirik? 7-yə bölüb qalıq götürürük. Əsas dövrü 7-yə bərabər olan y bərabərdir fx funksiyasının bütün ədəd oxunda təyin olunmuş tək funksiyadır. İfadəsinin qiymətini hesablayın. Tək funksiyadır. 7-yə böldüm. 11-i 7-yə böləndə qalıq eləyir 4. 2f4 çıx 7-yə böləndə eləyir qalıq 0. Tək funksiyadır deyə mənfini atır qabağa. Mənfi f4 üstə gəlir 5. Buradan da tək funksiya 0 qiymətində 0 alır. 2f4 böl mənfi f4 üstəyəl 5. F4-lər getdi. 2-ni mənfiyə böləndə mənfi 2 plus 5 eləyər neçə? 3. Elədi 3. Bu qədər. 34-dən sonra 35-ci sual. M-in hansı ən kiçik qiymətində parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir? Getdik. Deməli, parabolanın təpə nöqtəsi birinci rübdə yerləşirsə, biraz da böyüdüm. Nə olmalıdır? Təpə nöqtəsi birinci rübdə yerləşirsə, bunun təpə nöqtəsinin hər iki koordinatı nə olmalıdır? 0-dan böyük bərabər. Birinci rüb burada. Birinci rüb. Birinci rübdə təpə nöqtəsi yerləşirsə, həm təpə nöqtəsinin x-i, həm də y-i 0-dan böyük olmalıdır. Təpə nöqtəsinin x-i, yəni m nədir? Mənfi b böl 2a. Bu nə olmalıdır? 0-dan böyük. Getdik təpə nöqtəsinin y-i n. Nə olmalıdır? 0-dan böyük. Getdik m. M-in yerində nədir yanıb? Daha doğrusu B-nin yerində. Mənfi 2 vur M çıx 5 böl 2 vur 1, yəni 2A böyükdür 0. 2-lər gedər. Mənfi M çıx 5 böyükdür 0. Mənfi 1-ə vuraram. M çıx 5 kiçikdir 0, M də kiçikdir 5. Bunu tapdıq. Təpə nöqtəsinin N. Bir dənə bu sualda düstur bilmək lazımdır. N-in düsturu nə idi? 4A S çıx B kvadratı böl 4A. Nə olsun? Böyük olsun 0-dan. 4A S. 4 vur A. A nədir? 1. S nədir? Bu M kvadratı. Çıxılsın B kvadratı. Yəni 2 vur M çıx 5-in kvadratı böl 4A. Böyükdür 0-dan. A-mız neçə idi? A-mız da 1-dir. Hop. Hər tərəfi 4-ə vuraram. Bundan canım qutarar. 4M kvadratı çıxılsın. İçəri vuraram bunu. Çaşmayaq deyə. 2M çıx 10-un kvadratı böyükdür 0-dan. 4M kvadratı idi. Getdik. 4M kvadratı çıx 4M kvadratı bu hasillərinin ikimisi. Əgər çıxılsın 40M üstə gəl 100 böyükdür 0-dan. Buradan da yazıram 4M-in kvadratı çıx 4M kvadratı mötərizə asıram plus 40M plus 40M çıx 100 böyükdür 0-dan. 4M kvadratları gedər 40M 100-ü sağa atıram böyükdür 100-dən. M də böyükdür 100 böl 40-dan. Hop, sıfırlar getdi. Onu 4-ə böləndə ixtisar gedir. Bu da 5 böl 2. 5-i də 2-yə böləndə eləyir 2,5. Deməli, bu M 2,5-dən böyük, 5-dən kiçikdir. M-in hansı ən kiçik qiymətində? 2,5-dən böyük ən kiçiyəni deyir 3. Bunu da tapdıq. 3. Keçək növbəti sual. 36. Funksiyasının qrafiki verilmişdir. Tənliyin neçə müxtəlif həqiqi kökü var? Nətər taparıq? Bir dənə bura baxın.
Deməli, bunlar nədir? Bunlar x1-dən x2-də tənliyin kökləridir. Tənliyin kökü nə idi? Onu sıfıra çevirən qiymət. Yəni bizdə diqqətlə baxın. X oxun kəsdiyi nöqtə y-i sıfıra çevirirdi. Deməli f-5 nədir? 0. Bəs f4 nədir? O da 0. F bu ifadə 0 olması üçün deməli 4-3x-in kvadratın yerində nə dayanmalıymış? 0. Bağışlayın. 4-3x-in kvadratın yerində nə dayanmalıymış? -5. 4-3x kvadratı bərabər -5-ə. -3x kvadratı bərabər -5 çıx 4. -3x kvadratı -9. X kvadratı bərabərdir 3. X bərabər müsbət kökdə 3 və x bərabərdir mənfi kökdə 3. Getdik. Ya da burada nə dayanmalıymış? Həmin bu 4 dayanmalıymış ki, 4-3x-in kvadratı bərabər 4 olarsa, bu hissədə 4 dayanarsa, ifadənin cavabı 0 olar. 4-lər gedər, -3x kvadratı bərabər 0, x kvadratı bərabər 0, x də bərabər 0. Tənliyin neçə müxtəlif fərqli kökü var? 1, 2, 3. Deməli, 3 müxtəlif kökü var. Bu sual topluda da var. Bir dəfə də köhnə illərdə istifadə olunub. Cavab həmişə burada 3 olurdu. Bu qədər. Funksiya mövzusundan imtahana düşmüş suallardan da bu qədər. Çalışın ki, bu suallarda işləyin, köhnə suallardan da təkrar edin, əgər qəbula gedirsinizsə. Düzdür, bu sualların buraxılışa düşmə potensialı da var gələcək illərdə. Amma qəbula gedənlər üçün yəni mükəmməl bir vəsaitdir. İmtahanda hamınıza uğurlar. Sağ olun, salamat qalın. Videonu bəyənib kanala abunə olmağı unutmayın.